Linux'un Git-in yaradıcısı deyib, coding ən dəyərli bacarıq olacaq yaxın illərdə. Düzdürmü? Onu fikir versən kimlər deyil? AI startapların başında duran adamlar. Çünki onları o sərf edir, onlar onu hype-da saxlayır. Yox, texniki bilikləri də var. Yatırım üçün. Məsələn, bir də insanlar, bilirəm ki, auditoriyada da çoxsu onu səhv edir. Siz ümumiyyətlə AI barədə real məlumatlar istəyirsinizsə, Sam Altman'dır, Elon Musk'dır, bunlar qulaq asası ən axırıncı adamlardır. Bunların yalan danışmaq üçün milyonca səbəbi var. Onlar AI elm adamları deyirlər, o sektorlarda heç bir açılışı olmayıb. Onlar şirkət müdirləridirlər, okey, onu başa düşdük. Yan LeCun'dur, Jeffrey Hilton'dur, AI-ın ataları var, alimləri. Və bunlar hamısı deyir ki, LLM sistemlər prosta şablon tapma sistemləridir. Və burada real intellekt yoxdur və bunların limiti çoxdandan bizə bəllidir. Bunlar tam əksini deyir. Okey, sənayəni dəyişmək səviyyəsində kifayət qədər güclüdür. Amma o demək deyil ki, bu insanı əvəz edəcək hər hansı. Sadəcə növbəti növ avtomatlaşdırılmadır. Bəli. Mən onu əvvəlki seminarda görürəm, bir də riyazi model var. O riyazi model konkret göstərir ki, bunların limiti nədir? Və onu DeepMind'in komandası tapıb.